İndi uşaqlar, gəlin 54-cü sualımıza baxaq. 54-də nə deyir bizim üçün? Deyir ki, göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjisi harda artar, harda azalar, harda da dəyişməz. İndi gəlin biz bunu mərkəzi, baxın, belə bir sıfır nöqtəsi kimi, yaxud O nöqtəsi kimi qeyd edək. OA, OB, OY bu şəkildə adlandıraraq baxaq. Deməli, məndən soruşduğu daxili enerjidir. Və bir digər tərəfdən bizə təzyiq verib və bir digər tərəfdən bizə temperatur verib. Onda U bərabərdir 2-də 3 PV, həmçinin U bərabərdir 2-də 3 nu RT düsturlarını yazaraq mən dəyişmələrimi müəyyən edə bilərəm. İndi baxırıq, O'dan A'ya diqqət edirik. Verilən oxun istiqaməti ilə həm temperaturun, həm də təzyiqin istiqaməti indi. Bu o deməkdir ki, bizim həm temperaturumuz, həm də təzyiqimiz neyinib? Artıb. Onda deməli, əlbəttə ki, daxili enerjidə təzyiqdən, temperaturdan düz asılı olduğu üçün o da neyniyəcək? Artacaq. Yəni 1-ə gəlir A. Bir digər tərəfdən uşaqlar keçdik indi OB hissəsinə. OB-də baxıram ki, bizim artıq təzyiqimiz sabitdir. Təzyiq sabit olmasına baxmayaraq temperatur neyniyib? Artıb. Hardan bilirik? Çünki B-də oxun istiqaməti ilə temperaturun oxunun istiqaməti nədir? Eynidir. Temperaturun artması nə idi? Baxırıq, daxili enerjidən diqqət edin. Temperatur necə asılı? Düz asılı. Temperaturun artması daxili enerjinin artması idi. Onda deməli, B də gəldi elə yenə nəyə? Artaraq. İndi keçdik uşaqlar OD-yə. OD-də baxırıq ki, tam əksidir. Təzyiq sabitdir. İndi məsələn, sabitliyi birdən bilməlisiniz. Həmişə gəlin uzantısını çəkin. Uzantısını çəkəndə hansı qrafikə toxunursa o sabitdir. Gördüyünüz kimi təzyiqə toxundu. Ona görə deyirik təzyiq sabitdir. İndi D-nin oxunun istiqaməti ilə temperaturun oxunun istiqaməti necədir? Əksdir. Bu nə deməkdir? Temperaturun azalması. Temperatur azalan yerdə daxili enerji də düz asılı olduğu üçün nə edəcək? Azalacaq. Yəni D gəldi 2-yə. İndi baxırıq C-yə. C-də A-nın yeni gördüyünüz kimi uşaqlar əksidir. Baxırıq ki, burada bizim təzyiqimiz də, temperaturumuz da C-nin qrafikinin istiqamətinin əksidir. Yəni azalma müşahidə olunur. Təzyiq də baxırıq ki, azalanda daxili enerji azalır. Temperatura görə baxanda da daxili enerji nə edəcək? Azalacaq. Onda deməli C-də gəldi. Baxırıq bizim artıq azalarımıza. İndi uşaqlar, Y-də baxıram, baxın bunun uzantısını çəkək. Uzantısını çəkəndə görürəm ki, nəyə toxundu? Temperatura. Deməli, Y-də temperatur sabitdir. Temperatur sabit olan yerdə daxili enerji dəyişə bilərdimi? Xeyr. Biz demişdik ki, temperatur sabitsə, daxili enerji də sabitdir, həmçinin kinetik enerji də sabitdir, həmçinin kvadratik sürətimiz də sabitdir. Ona görə əlbəttə ki, bizim daxili enerjimiz nə edəcək? Dəyişməyəcək. Yəni 3-ə isə gələcək Y.